Ötən gün erməni silahlı birləşmələri cəbhənin Goranboy istiqamətində fəallaşıb. Axşam saatlarından etibarən qarşı tərəf iri çaplı silahlarla yanaşı yandırıcı güllələrdən də istifadə edib. Təqribən bir saata yaxın davam edən gülləbaran nəticəsində kənd ərazisindəki yüksək gərginlikli elektrik naqilini saxlayan direklərdən birində yanğın baş verib. Dərhal kəndə təhkim olunmuş yanğın söndürən briqada hadisə yerinə cəlb olunub. Alovun miqyası böyümədən qarşısı alınıb. Bir saatlıq fasilədən sonra kəndə elektrik enerjisinin verilişi bərpa olunub. Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə atılan güllələr bir neçə evə gedən telefon xəttini də sıradan çıxarıb. Ən çox böyük silahlardan TŞK-dır, onun PK-dır, hələ avtomatla hər saat atış eləmir. Artilleriyadan bir-iki dənə elə belə səs eşidilib, amma elə güclü yox. Qabaq kimi minamyotla, tankla, topla hələlik atmırlar, amma iri silahlardan çox, iri çaplı silahlardan atırlar bizə. İşıq stolbasının bir günü yanıb, pacarını sağ olsun. Keçiriblər. Çəkiliş apardığımız zaman da kəndin ateşə tutulmasının şahidi olduq. Buradan gəlsə də tifara dəyəcək. Hə, burada yəni qorxusu yox. Maşını gələk, bizə qırıqları verərdini. Maşın pisiyyədir. Hasar üstündədir mi? Yəni keçdi də. Tapqara qoyununun ateşə məruz qalması nəticəsində ona yaxın evə ziyan dəyib. Həyətyanı sahələrə düşən güllələrdən də kəndin müxtəlif çaplı silahlardan ateşə tutulduğunu başa düşmək mümkündür. Biz çöldüydük, nafesin altında. Elə onu gördük, erməni atdı. Atanda da çox möhkəm atırlar. Elə onu gördük ki, şaqqıltı əmələ gəldi. Gəlib baxanda gördüm ki, biri buradan dəyib, biri o bir evin aynalarına dəyib. Kəndin ateşə tutulması fasilələrlə təqribən saat 22 radələrinə qədər davam etdi. Azərbaycan ordusunun qarşı tərəfin mövqelərinə endirdiyi zərbələrdən sonra isə təmas xəttində sükut bərpa olundu.